Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Sağlamlıq 360 efirdədir. Mən Aynur Nadir qızının təqdimatında bugün də çox aktual bir mövzuya toxunacağıq. Gündəlik həyat fəaliyyətimizə təsir edən, bəzən iş qabiliyyətimizə, hətta dözülməz ağrıları ilə bizi dözülməz hala salan baş ağrılarından danışacağıq və bu barədə daha geniş, ətraflı danışmaq üçün studiyamıza həkim nevropatoloq, İqMART Beynəlxalq Assosiasiyasının üzvü, eləcə də akupunktura üsulu ilə müalicə mütəxəssisi Əlövsət Əhmədini studiyamıza dəvət etmişik. Doktor, xoş gəlmişsiniz studiyamıza. Sağ olun. Bugün də çox aktual bir mövzunu seçmişik. Baş ağrılarından danışacağıq. Baş ağrıları nədir və onları yaradan səbəblər hansılardır? Buyurun, doktor. Baş ağrıları, ümumiyyətlə bu xəstəlik, yəni nevrologiyada ən çox rast gəlir, sinir sistemi xəstəliklərində. Ancaq bu baş ağrısı ümumiyyətlə xəstəliyi yox, xəstəliyin əlaməti gedir. Yəni əsas əlaməti. Tibbi dildə deyirlər sindrom, simptom. Simptomlar. Simptomun. Çünki baş ağrısı çox xəstəliklərdə olur. O ki biz axtarıb tapalıyıq, xəstəlik nədir? Yəni meningit xəstəliyində olur, kələbeyin travması xəstəliyində olur, yüksək arterial təzyiq xəstələrində olur. Beyin daxili təzyiq xəstələrində olur, nevroz xəstələrində olur, çox xəstəliklərdə olur. Bugün cəmiyyətimiz üçün daha aktual olan, sizin praktikanızda da daha çox rast gəlinən xüsusiyyətlərdən olan baş ağrılarından danışaq. Yəni baş ağrısı, məsələn, migren xəstəliyindir. Bu xəstəlik müstəqil bir xəstəlikdir. Əsas onun əlaməti baş ağrısı, amma yarı gemikraniya deyirlər. Yəni yarı baş ağrısı. Ən çox qadınlarda rast gəlir. Migrenini yaradan səbəb nədir? Migreni yaradan səbəb, onu demək olar ki, yəni gürbəcür səbəblər var. Əvvəl ola bilsin travma keçirdi, başqa nəsə beyin xəstəliklər keçirdi. Ümumiyyətlə əsəb sisteminin gərginliyinə ola bilər. Özü müstəqil xəstəlik kimi də gedir migren xəstəliyi. Ümumiyyətlə, migren olan adamda bu ağrılar məsələn neçə saatdan bir olur deyə, yoxsa gündəlik olan bir ağrıdır? Migren xəstəliyi, yəni migren ağrıları. Elə insan var ki, ayda bir dəfə olur. O da qadınlarda o menstruasiya deyirlər də, aybaşı zamanı o bir dəfə olur, sonra olmur. Elə insanlar var ki, məsələn, gündə olur, hər gün. Davam eləyir, yarım saat, bir saat. Həm də ki, o ağrını yəni dərman da elə, əgər vaxtında istəyirsən ki, nəsə başın ağrımaq, yaxınlaşır, ağrı gəlirsə, tez gəlir. Əgər onu sən dərman qəbul eləmədinsə, spazmolitik, başqa ağrı kəsicilər, onda o damarlarda spazm əmələ gəlir və ağrı öz-özündən ancaq uzun müddətdən sonra keçir. Əlamətləri də baş ağrısı, yarı baş ağrısı. Başın bir tərəf ağrıdır, növbinə, bir tərəf var, ya sağ, ya sol. Və ağrı yüksək səviyyədə olanda pik nöqtəsində qusma, ürəkbulanma. Təzyiqə də təsir edir migren. Təzyiq əslində migren xəstəliyində ölçəndə aşağı olur. Aşağı olur. Yəni beyində qidalanma da zəif olur. Ona görə də spazm olur da dama. Yəni bu təzyiqə aidiyyəti yoxdur bu. Migren xəstəliyində müstəqil bir xəstəlikdir. Ona görə də o, yəni müalicəsi də mənə deyim ki, dərmanla da var, ancaq akupunktura metodu, üsulu var, onunla da müalicə olur. Daha yaxşıdır, daha məsləhətlidir. Effekt verir, çox yaxşı. Effekti gözəldir. Tutalım ki, əgər migrenden əziyyət çəkən xəstə gəldi yanınıza, o neçə seans qəbul etməlidir ki, bu akupunktura müalicəsindən? O hamısı vəziyyətdən, xəstəliyin özünün dərin təxmini bir şeydir. Gedişatını 8-10 arası. 8-10. Və gəlir, daha sonra o xəstəlik ondan tamamilə çəkib gedir. Məndə xəstələr olub, tamam çəkib eləsi olub ki, tam çəkib. Yəni bu biraz, yəni etiologiyası bilinməyən bir xəstəlikdir. Heç kim bilmir nədən olur. Doktor, insan orqanizmi üçün daha təhlükəli olan baş ağrıları hansılardır? Təhlükəli deyəndə ki, baş ağrısı əlamətdir, simptomdur. Ən təhlükəli baş ağrısı odur ki, insanda o qədər yüksək baş ağrısı olur ki, yəni dözə bilmir də, dözülməz olur. Ürək qusur, ürək bulan. O da ən çox hallarda necə deyim, məsələn, o ağır xəstəliklər, məsələn, meningit xəstəliyi tam olar, yəni qarşı salınıb demək olar ki, çox rast gəlmir meningit xəstəliyi.
Orada mesela baş ağrısı çox yüksək səviyyədə. Sonra subarachnoidal qan sızma deyirlər. Bəli. Beynin özünə, qışallarına qan sızır. Orada da sinir lifləri çoxdur, üçlü sinirin. O yəni ki hissi lifləri. O dözülməz ağrı verir. Yəni bu elə bir ki, subarachnoidal qanaxma həddən çox bəş ağrı verir. Onun müalicəsi necə olur? Bəs hansı üsul? Subarachnoidal qanaxma birinci işimiz o olmalıdır ki, o qanaxmanı saxlamaq da, yəni damar beyində qanaxma olur və beyin gələcəkdə o beyin ödəm ola bilər, beyin sıxılması əmələ gəlir. Ona görə də yəni bizim məqsədimiz ölmə səbəb olar. Qansız subarachnoidal baxır yəni damara. Əgər iri damardırsa, qansızma kəskin və böyük şeydirsə də, həcmdədirsə, onda bəli, beyin sıxılır, insan ölə də bilir. Ancaq ümumiyyətlə subarachnoidal qansızmanın birinci əlaməti baş ağrısıdır. Bərk baş ağrısı. Bərk baş ağrısı da, başqa əlamətlər olmayınca baş ağrısı. Görməyə təsirli belə şeylər. Bir də nevroloji xəstəliklərdən də olan baş ağrıları var. Bəli, bir var ki, subarachnoidal qansızma, beyin, bir də var ki, beynin özünə qansızma. Beyin özünün də elə bir ki, maddəsinə. Onda o əlamətlər olur nə? İnsult deyirlər də ona, hemorragik insult. Hemorragik insult zamanı sağ yarımküyə ola bilsin insult, qansızma olsun, sol yarım. Əks tərəfdə iflic əlamətlər olur. Nit pozulması olur. Yəni, bu beyin daxili beyin parenximasına qansızmada, subarachnoidalda üzvü əlamətlər olmur. Ancaq baş ağrısı olur, huş pozulması olur. Ancaq beynin maddəsində qansızanda mütləq belə hissi əlamətlər, hərəkət əlamətlər, yəni iflic, hissiyat pozulması olur. Miqren ilə digər baş ağrısını bəs necə ayırmaq mümkündür? Miqren yəni fəsad vermir də, ancaq baş ağrısı olur. Sonra keçəndən sonra insan öz həyatını yaşayır. Amma tutalım ki, qansızmada baş ağrısı fəsadla, insult, hemorragik insult, yəni iflic olur, nit pozulur, udma pozulur, huş gedir. Baxır da qansızmanın o yəni həcminə. Kökündə bu xəstəliklərin, baş ağrılarının kökündə stres, gərginlik, yəni yaşadığı həyat tərzi təsir göstərirmi? Ümumiyyətlə bu baş ağrıları nevroz çox belə kəskin nevroz xəstələrində də olur. Ancaq bu baş ağrısı necə olurdu? O xüsusiyyəti. Baş elə bir sıxılır. Soruşanda başım ağrıyır, xəstə deyir ki, başım ağrıyır. Deyirəm ki, yaxşı dəqiqlə, bəlkə sıxılır başın. Deyir, hə, məndə sıxılma olur. Bu sıxılma əlaməti biz seçməliyik də, diferensiyasiya eləməliyik. Baş sıxılması nevroz xəstələri, depressiya, ağır xəstələrdə, ağır depressiyalarda. Xəstədə həmişə başı sıxılır, amma səbəbi bilinmir. Müayinə eləyəndə görürsən ki, bunda nevrozdur. Yəni, tutalım ki, beyində heç bir əlamət, tutalım ki, MRT müayinəsi də eləyəcək. Ancaq baş ağrı, belə çıxır ki, nevroz ağrısıdır. Baş ağrılarında diaqnostika mütləqdirmi? Sözsüz ki, biz baş ağrısı, mən bayaqdan qeyd edeyim kimi, baş ağrısı xəstəlik deyil deyə biz baş ağrısının səbəbini tapmalıyıq ki, bu nəyin əlamətidir? Qansızmanın əlamətidir, nevrozun əlamətidir, kələbeyin travması əlamətidir, iltihabın meningit. Yəni bunları biz gərək sırf baş ağrısının səbəbini tapmaq. Ondan sonra müalicə olunur, amma baş ağrısının müalicəsi nədir? Ancaq analginlə elə müvəqqət onunla da yəni baş ağrısı keçir. Siz necə bir müalicə üsulunu təklif edirsiniz xəstələrə? İzləyicilərimizə nəyi tövsiyə edərsiniz? Baş ağrılarının hansı üsulla müalicəsi daha təqdirə layiqdir? Yəni indi mən sizə belə deyim də, məsələn, funksional baş ağrısı. Nə deməkdir? Yəni axtarırsa bir şey tapırsan. Ancaq ağrıyır. Nevrozda baş ağrısı. Bunda akupunkturun yaxşı effekti olur. Miqrendə o da effekt yaxşı verir. Ancaq meningitdir, travma, bunu sən ancaq dərmanla müalicə olunmalıdır. Çünki beyin daxili təzyiq artır, baş ağrısı biraz da artır getdikcə. Qansızmanın qarşısını almalısın. Yəni bu baş ağrılarının səbəbini götürəndə bu gedir də biraz zəifləyər də tam keçidə bilir. Yəni bu baş ağrısı problemdir, amma bütün xəstəliklər, əsas sinir xəstəliklərində olur. Baş ağrılarından indi sizin praktikanızda daha çox, məsələn, yaş olaraq daha çox hansı yaşda insanlar müraciət edir? Yəni gənc xəstəlik cavanlaşıb yoxsa daha çox orta yaşlı nəsil? Siz belə təsəvvür edin ki,
əsasən orta yaşlarda olur. Orta. Yaşlı adamlarda xroniki beyin qan dövranı baş ağrısı vermir. O yaddaş pozulması verir, nit pozulması verir, hərəkət pozulma verir də müvazinə. Ancaq baş ağrısı onlar hiss eləmirlər də o dərəcədə. Ancaq orta yaş insanlarda, yəni bu damar problemində, damarda anevrizm olur, partlayır damar, o orta yaş insanlarda olur. Nəyə görə sualı verdim doktor? Çünki indi müasir gənclikdə daha çox bu texnikaya meyllidir. Saatlarla telefon, kompüter, yəni onların da hardasa bu baş ağrılarına təsiri ola bilər. Ona görə soruşdum ki, yəni bu xəstəlik nə dərəcə cavanlaşıb? Siz dediyiniz o həmən o indiki o kompüterlə, telefonla çox məşğul olanda, çox baxanda o da verir baş ağrısı. Bəli. Ancaq onun səbəbi odur ki, sırf onunla gələ ona baxma, onda keçib gedir də, yəni ki, belə bir şeydir. Bir də ki, tez-tez baş ağrısından əziyyət çəkən insanlara hansı məsləhətləri verərdiniz? İnsanlara, yəni əsas xəstəlik nədirsə onu müalicə eləməliyik. Nevrozsa nevrozu müalicə eləməliyik. Həyat rejimi, yuxu rejimi, bunlar hamısı düzgün olmalıdır. Yoxsa səhərə 4-ə qədər tutalım ki, baxır televizora və yaxud da telefona. Orada o beyində də o, yəni belə bir epifiz deyən bir şey var. Jeliza deyirlər də ona, yəni ki, vəz və epifiz vəzi. O melatonin ifraz edir. Təsəvvür edin ki, melatonin saat 11-dən axşam, gecə saat 3-4-ə qədər ifraz olunur. Bu da qaranlıqda ifraz olunur. Yəni işıq olmayan yerdə. Ona görə sən yatmalısan ki, saat 11-dən 3-ə qədər. Sənin yuxun o melatonin də həyat hormonudur. Həyat ritmini tənzimləyir. 11-dən 2-yə qədər. O hər şey oradan başlayır. Deməli, belə deyək ki, izləyicilərimizə, bizi izləyən izləyicilərimizə məsləhət görürsünüz ki, tövsiyə edirsiniz ki, yuxu rejimindən fikir versinlər. Çünki yuxu rejiminin pozulması da baş ağrılarına gətirib çıxara bilər və ona görə də saat 11-dən 2-yə qədər yatmaq, 2-yə yox, 4-ə qədər sən yuxudan saat 11-dən 4-ə qədər yatmaq insan üçün çox faydalıdır, çünki onda çox lazımlıdır. O vəzin, o ifraz etdiyi melatonin hormonu o yüksək, yəni bədənə lazım olan qədər ifraz olunur. Ancaq sən yatmırsa da o arada o yuxu olmursa melatonin ifraz olmur. Sonra insanda cürbəcür xəstəliklər inkişaf edir. Doktor, bir də ki, məsəl üçün dediniz ki, baş ağrıları, məsələn, migren, akupunktura üsulu ilə müalicə etmək faydalıdır. İstəyərdim biraz o haqda danışasınız. Məsələn, iynə batırma üsulu olduqda bu hansı nahiyələrə batırılır ki, baş ağrıları azalsın? İstəyərdim izləyicilərimizə o haqda məlumat verərdiniz və bu akupunktura üsulu ilə müalicənin faydasından da məlumatlandırardınız izləyicilərimizi. Biz necə dedim, akupunktur ilə müalicə bu indi konkret durum mən sizə indi bu müalicəni heç kim də anlamaz onu. Amma akupunktur ilə müalicə baxır, sən axtarmalısan hansı kanalda, yəni bədənin hansı üzvündə patologiya aşkar olunur. Mən bir dəfə də nəsə hardasa demişəm də, danışmışam. İnsanda 12 dənə kanal var da, meridian, insan orqanizmi. İnsanın özündə 12 nədir onun adı? Bədən üzvünün meridianı var. Bəli. Əsas üzvləri. Ürəkdir, ağciyərdir, qaraciyərdir, bədaltı bəzdir, 12 orqanında. İndi burada əsas mövzumuz baş ağrılardır. İstəyirəm ki, məsələn, yəni biz axtarıb tapırıq onu, harda onda, hansı meridianda, harda zəiflik varsa, harda, yəni, necə deyərlər, enerji azalıbsa biz onu bu avtomatik keçib gedir. Yəni, akupunktur müalicəsi biraz fəlsəfi bir şeydir. O orqanı tapmalısan, və ona təsir eləməlisən. Və əgər bu üsulla müalicə olunanda xəstəlik tamam gedirmi? Akupunktura ilə müstəqil. Siz təsəvvür edin ki, mən misal gətirirəm allergiya xəstəliyini. Bəli. O allergiya xəstəliyini məndə çox xəstə olur. Adı rinitlər, səpki bədəndə. Bir kursu, niyə? Çünki orada ağciyər kanalının hiperfunksiyası, yəni yüksək funksiyası artır, normadan çox olur, başqa kanallara təsir edir, insanda dəridə səpkilər, nəfəs alma çətinliyi olur.
Bu sadə bir şeydir da, yəni ki, o kanalı, ağciyər kanalı tormozlayırsan, yəni da o enerjisini alırsan, ötürürsən o zəif kanala, avtomatik, yəni səbəb odur ki, ağciyər kanalı hiperfunksiyası. Allergiya. İnsan orqanizmi üçün bilirik ki, gündəlik qida rasionda çox vacibdir. Xüsusilə faydalı qidalanma və bilirəm ki, gündəlik qida rasionunda insanlar yumurtalardan çox istifadə edirlər. Mən istərdim ki, bu yumurtanın da insan orqanizmi üçün faydasından danışardınız. Yəni sinir sistemi üçün də əsas. Bəli, sinir sistemi üçün yumurtanın faydasından danışardınız. Bu yumurta yeganə ərzaq məhsuludur ki, qidadır da. Ki onu elə bilin ki, həyata yeni qədəm qoyan insanın, yəni da hansısa bir nəyin vücudun da belə deyək də. İnsan vücudu üçün, bəli. Vücudu üçün, yəni yeni həyata əmələ gələn, tutalım ki, toyuq yumurtasından güya əmələ gəlir də. Bəli. Yəni bütün həyat kodu, bütün necə deyirlər, başlanğıc oradan başlayır. Yumurtanın tərkibində hər şey var həyat üçün. Deməli, yumurta, belə deyək ki, yumurta insan orqanizmi üçün nə ki faydalı minerallar, vitaminlər var, yumurtanın tərkibində var. Çünki orada həyat yaranması üçün bütün maddələr var ki, sinir oradan... Sinir sisteminin müalicəsində rolu nədir? İnsan gün ərzində neçə yumurta qəbul edə bilər? Konkret bunu orta hesabından 2-3 ən azı. Gün ərzində. Bəli, çünki o tərkibində olan yumurta sarısının tərkibində olan zülal ağında da, yumurta ağında o insana həmişə lazımdır. Və sarısının tərkibində olan bütün maddələr insana, yəni beyin, tutalım ki, letisindir, xolindir, bunlar hamısı yumurta sarısının tərkibində var. Bütün sinir mediator hamısı onun tərkibindədir. O olmayan da insanda beyin də funksiyası zəifləyir. Doktor, ona görə çox vacib bir ərzaqdır. Mağaza yumurtalar yox ki, əsl kənd yumurtaları yoxsa. İndi olsa o da yaxşıdır, amma da indi kənd yumurtası. Ziyanı yoxdur da hər iki halda. İndi mağaza yumurtası nə ziyan ola bilər ki? Onun sarı, indi tam təbii olmasa da. Bəli. Yəni ki, gün ərzində... Yox, bir var ki, bizim indi Çində yumurtanın üstünlüyü düzəldirlər. O heç, o... O ziyandır. Amma toyuq yumurta, yəni toyuqdan gəlsin, indi oldu. Toyuq yumurtalar, yəni yumurta ümumiyyətlə gün ərzində 2-3 yumurta qəbul etmək sinir sistemi üçün çox faydalıdır. Ümumiyyətlə insanın sinir sisteminə, bütün bədəninə o vacibdir. Çünki orada olan, həyata lazım olan bütün maddələr onun içindədir. Və həyat ondan əmələ gəlir də, yumurta... Bəli. Demək, bizi danışdıq həm burada tibbi üsulla müalicə olunan baş ağrılarından, eləcə də akupunktura üsulu ilə müalicə olunan xəstəliklərdən və əsas odur ki, yuxu rejiminə insanlar fikir versinlər, stressdən bir qədər bacarırlarsa uzaq olsunlar, biraz aktiv həyat tərzi keçirsinlər, piyada yerimək, yəni insan orqanizmi çox faydalıdır. Sonda həkim, doktor, izləyicilərimizə nə tövsiyə edərdiniz bu baş ağrılarla əlaqədar? Yəni ki, vaxtında həkimə müraciət etsinlər, nə etsinlər? Ən əsas odur ki, ümumiyyətlə, bütün tibbi sahəsində insanın çox şikayət ola bilər. Bəli. Ancaq şikayət havadan olmur, sən gələk səbəbini tapasan. Olsun baş ağrısı, olsun ürək ağrısı, olsun nə bilim, əzələ ağrısı. Ümumiyyətlə, bu ağrının səbəbini tapandan sonra müalicə eləmək. Ancaq sən elə bir dənə ağrı kəsi içməklə, həmin o ağrı kəsicilər mədəni selillik qişası qıcıqlandırır. Mədə yarası imkan olur. Öz başına dərman qəbul etmək. Elə adam var ki, mən içirəm, ağrıyıram. Son vaxtlar ümumiyyətlə dərmanlarda çoxalıb. Yəni elə yetən yetir, yetməyən də gedir aptekdən özünə ağrı kəsici alır. Aptekdən də verirlər, onlar yəni ağrı kəsici qəbul edirlər. Bu çox ziyanlıdırmı, doktor? Bəli. Yəni bu cür mütəmadi qəbul etmək, mədə, yəni digər orqanizmlər üçün ziyanlıdırmı? O sən qəbul ilə rahatlaşırsan. Bəli. Ancaq o müalicə deyil axı. Bu keçici bir şeydir. Bu yəni sən elə bir dişin ağrıyır, ağrı kəsici içirsən. Dişdə o ağrıya sinir tutam ki, iltihablaşır. Sən o siniri müalicə eləməlisən. Yəni bu misal belə gətirirəm ki, heç bir şey səbəbsiz olmur. Baş ağrısı da, sancılar da, oyna ağrısı da, oyna ağrısının özündə baxmalısan. Səbəb nədir? Tutalım ki, artrozdur, revmatizmdir. Bunu sən tapandan sonra sırf o xəstəliyi müalicə edirsən. Onda o keçmişidir. Ancaq ağrıya görə sən hər gün dərmana, əslində o
öz-özünü elə bil ki, mədəsində gələcəkdə mədə yarası inkişaf edə bilər insan. Bəli, ona görə də çalışın sağlam həyat tərzi keçirin, vaxtında həkimə gedin və xəstələnməyin. Doktor verilişimizin sonuna gəldik və bir daha izləyicilərimizin diqqətinə çatdırmaq istəyirəm ki, doktorumuzun əlaqə telefonları efirdən görəcəksiniz. Müraciət edin, həkimin qəbuluna yazılın. Həm tibbi üsulla baş ağrılarınızı müalicə etdirə bilərsiniz, həm akupunktura üsulu ilə. Doktor verilişimizin sonuna gəldik. Sağollaşmaq istəyirəm. Sonda nəsə deyəcəyiniz bir şey qaldı mı? O can sağlığı elə şey ki, onu heç pulla da almaq olmur. Bəli. O görə çalışmaq lazım əvvəldən. Bəli, vaxtında. Xəstələnin yeni bir başlanğıc fazasında onun qarşısını almalısan. Ya oturub gözləyirsən ki, tamam işdən keçdi, onda öhdəsindən gəlmək olmur. Bəli, ona görə də o sağlamlığımıza dəyər verək, sağlamlığımızı qoruyaq, vaxtında həkimlərimizə müraciət edək. Əziz izləyicilərimiz, verilişimizin sonuna gəldik. Sağ olun, salamat qalın. Növbəti buraxılışlarımızda görüşənə qədər hələlik.